Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuh. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin. Esselatu vesselamu ala Resulillahil Amin. Seyyidina ve Mevlana ve Tabibi Kulubina ve Şefii Zunubina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem. على آله المعصومين المكرمين وصيم الحجة روحي وأرواح العالمين لتراب مقدمه الفداء أما بعد قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين صدق الله العلي العظيم أوصيكم ونفسي بتقوى الله sizi ve özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allah mütəal ibadət itaətlərimizi öz böyüklüyü xatirinə tamam müsəlmanlardan, xüsusən bu cəmlə ali dərəcədə qəbul eləsin, müşkül və çətinliklərimizi asan eləsin. Allah Teala bugünün əzəməti, hörməti xatirinə Mevlamız, sərvərimiz, İmam-ı Əsrin, vücudun bibəla və zühurun təcil qərar versin inşallah. İslam dininin mübarizə apardığı mövzulardan biri də bəzi zamanlarda İslamın əvvəllərində və hazırki əsrimizə qədər davam eləyən İslama atılan böhtan və iftiralara cavab verməkdir. İslam bu yöndə mübarizə aparır. Bilirsiniz, İslam başlanğıcda çox insanlar müxalifət oldu, qəbul eləmədi. Halbuki burada heç bir maddi maraq və məqsəd yox idi. Heç bir peyğəmbər təbliğ etdiyinə görə, peyğəmbər olduğuna görə ümmətdən nəsə bir pul, nəsə bir məqam, vəzifə, xüsusi diqqət, hörmət özü üçün istəməyib. Sadəcə bu işi könüllü icra ediblər və insanların dünya və axirətinin səadəti üçün əllərindən gələni eləyiblər. Niyə bu yaxşılığa hamı cavab verə bilməyib? Niyə bu yaxşılığın müqabilində peyğəmbərlərə əziyyət eləyiblər? Axı cəmiyyətdə düzdür, hər dövrdə o yaxşıların qədri bilinmir falan, bu günlük hər vaxt olub və indi də var. Amma belə götürəndə insafən peyğəmbərlər kimi bir şəxsiyyətlərlə niyə mübarizə aparıblar? Cavab budur. Cavab budur ki, bunların din, bunların şəxsi mənafeyinin qarşısında maniyə kimi görsənib. Yəni, bunlar ki, dini qəbul eləməyiblər, bunlar özləri dünyəvi istəklərinə çatmaq üçün dini o istəklərə çatmaqda maniyə hesab ediblər. Zülm etməkdə, fəsad törətməkdə, haqsızlıq etməkdə, insanları batil inanca sövq etməkdə dini öz qarşılarında maniyə görüblər. Ona görə dinlə mübarizə aparıblar və dinlə həmişə ədavət saxlayıblar, kin saxlayıblar və fürsət olduqca dindən heyflərin çıxıblar. Bəzən xaricdə, bəzən din daxilində bu kimi işləri İslamın düşmənləri görüblər. Və İslamı bəzi cəhətdən ittiham eləyirlər. Elmi və düşüncəsi dar olan insanlar bu ittihamlara bəzən allana bilir. Məsələn, İslamda hədd, hüdud məsələləri var. Oğrunun məsələn əli kəsiləcək. Zinakar daşqalaq olunacaq. Və bu kimi cəza tətbiqləri var. Bunları götürüblər, göz önünə salıblar və insanlara bildiriblər ki, İslam zorakılıq dinidir. İslam adam öldürür. Müharibələri göz önünə çəkiblər. Deyirlər ki, İslam insanın ölümünə icazə verir. Bu necə dindir? Qurban bayramı çatanda heyvanların hüququnu müdafiə edənlər başlayır danışmağa ki, qoyunları kəsdilər. Bu necə dindir? Heyvanları kəsirlər. Heyvanlara rəhm eləmirlər. Bax, belə mövzularda müsəlmanlar arasında fikir ayrılığı yaratmaq və İslamı müsəlmanın zehnində kiçiltmək və
balacalaşdırmaq üçün əllərindən gələni edirlər və dinin adını zorakılıqla, terrorla, heyvan hüquqlarını tapdalamaqla, insan hüquqlarını tapdalamaqla və o qisas ayəsinə məsələn deyir ki, qisasda siz üçün həyat var. Deyir, bu necə dindir? Öldürməyə icazə verir. Bir nəfər qətlə yetirir. Onun vəlisinə, onun böyüyünə icazə verir ki, ondan qisasını alsın, onu qətlə yetirsin. Bunları göz önünə çəkərək dini gözdən salmaq istəyir. Belə bu barədə qısaca bir-iki məsələni inşallah xatırladacağım ki, görək doğrudan da din zorakılıq dinidir, yoxsa din rəhmət və ülfət dinidir. Hər şeydən əvvəl birinci sözümüz budur. Allah Quran-ı Kərimi bəşəriyyətin hidayəti üçün göndərib və bu kitabda 6236 ayə keçir, mövcuddur və bu ayələrin hər biri müəyyən surələrlə adlanır, surələrlə başlayır. Surələrin sayı 114-dür. 114 surənin 113-ü Bismillahirrahmanirrahimlə başlayır. Elə birinci kitabı açdığımız Fatihə surəsi Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Bu bir cavabdır. Yəni, əgər İslam zorakılıq dini olsaydı, İslam qəddarlıq dini olsaydı, İslam insanların ölümünə zəmin yaradan bir din olsaydı, rəhmət və mərhəmətlə Allah sözün başlamazdı. Böyüklərdən biri deyir ki, arif idi, deyir ki, adətən böyük insanlar, padşahlar, vəzifəllər, elmdə, düşüncədə iti olanlar biri-birinə məktub yazanda namənin əvvəlindən bilmək olurdu ki, namə axırda nə demək istəyir. Görsən deyir, filankəs arif adamdır, bir cümlədən başa düşdü. Yəni, düşüncəsi o qədər zirəkdir ki, o qədər məharəti, istedadı var ki, birinci cümlədən bilir ki, bu nə deyəcək. Bu hədisdə bu mövzu var. İnsanlar deyir, elə Bismillah deyən kimi bilir ki, nə deyəcəksən. İnsan var, sözün ortasında başa düşür nə deyəcəksən. Adam da var, sözü bitirirsən, hələ də başa düşməyib ki, sən nə deyirsən. Deyir, böyük insanlar birinə, böyüklər arasında məktublaşmada, deyir, onun əvvəl cümləsindən bilinirdi ki, bu sülh eləmək istəyir, ya müharibə eləmək istəyir. Allahın kitabı bizə bir məktubdursa, Allahın bizə bir məktubu, naməsidirsə, ayənin əvvəli, ilk sözü elə bizə bildirmək istəyir ki, Allah bizlə necə rəftar eləmək istəyir. Bismillahirrahmanirrahim, bağışlayan və mərhəmətli Allahın adı. Yəni, Allah deyir ki, mən bağışlamaq istəyirəm. Hər nə deyəcəm sənə, hər nə vacib eləyəcəm sənə, hər səhv elədiyində səni tövbəyə dəvət eləyəcəm, məqsədim bir dənədir. Məqsəd budur ki, səni bağışlamaq istəyirəm. Bəs İslam dini qəzəb, kin dini yox, rəhmət dinidir. İslam deyir, həl cəzaul ihsan illəl ihsan, yaxşılığa yaxşılıqla cavab vermək lazımdır. Sonra deyir ki, hətta pisliyə də gərək yaxşılıqla cavab verəsən. İdfə' billəti hiyə əhsənus seyyiətə nəhnu a'ləmu bima yasifun. Möminun surəsi 96-cı ayədir. Buyurur, möminlərə denən, möminlər bilsinlər, o adam ki, sənə pislik eləyib, ona da yaxşılıq elə. Nəhnu a'ləmu bima yasnaun. Biz onların elədiklərini də görürük. İndi sən deyərsən ki, o mənə pislik eləmişdir. Allah deyir ki, görürəm, bilirəm, mən hər şeydən xəbərdaram. Sən yaxşılıq elə. İndi belə bir din ki, pislik eləyənə də insanlara sövq eləyək ki, yaxşılıq elə. Belə bir din ki, Peyğəmbərə deyir, möminlərə denən günahkarlar üçün dua eləsinlər, qiyamətə inanmayanlar üçün istiğfar eləsinlər. Bu dinə sən gəlib zorakılıq dini, qəddarlıq, insanlara mərhəmətsiz davranan din kimi qiymətləndirə bilərsən. Qul lillezina amanu yaghfiru lillezi la yercuna eyyaməllah. Deginən iman gətirənlərə istiğfar etsinlər, tövbə etsinlər o kəslər üçün ki, qiyamətə inanmırlar. Yudza qavmən bima kanu yaksubun.
Nəticə nə olacaq? Deyir, nəticədə hər kəsi qiyamət günü etdiyinə görə biz mükafatdırsa mükafat verəcəyik, cəzadırsa cəza verəcəyik. Amma Allah sizə desin ki, mən belə bir din göndərmişəm ki, bu din təkcə müsəlmana yaxınlaşdırmayıb. Bu din bütün insanları bir-birinə yaxınlaşdırıb. La yercunə əyyam. Allahın günlərinə ümid bəsləməyən, qəbul etməyən insanlar üçün istiğfar eləsinlər. İslam rəhməti, mərhəməti təkcə müsəlmanlar arasında yox, hətta qeyri-müsəlman arasında. Bilirsiniz, Peyğəmbər Mədinəyə gələndən sonra Mədinədə Yəhudilər yaşayırdılar. Peyğəmbər gələn kimi demədi ki, götürün xəncəri hamımız gecə ikən hamı Yəhudiləri qətlə yetirsin. İslam müharibə eləyibsə də iki səbəbə görə eləyib. İslama təcavüz olunub. Peyğəmbər bilirdi ki, Məkkə müşrikləri silahlanır, toparlanır, Yəhudilərin dəstələri ilə əl birləşirlər, İslama qarşı hücum hazırlayır. Peyğəmbər döyüş hazırlığını verirdi və çıxırdı, müharibə baş verirdi. Müdafiə eləyirdi. Peyğəmbər əgər döyüş və qan tökmək həvəsində olsaydı, niyə sülhlər bağlayırdı? Niyə məktub yazırdı hansısa ölkənin başçısına, padişahına, onu İslama dəvət eləyirdi? Səbanın padişahı Bilqeysə Həzrəti Süleyman bir namə yazdı. 114 surə var, bir surədə Bismillahirrahmanirrahim yoxdur, da tövbədir. Tövbədə müşriklərlə açıq, sərt danışılan ayələrdir. Yəni orada rəhmanla, rəhimlikdən söhbət getmir. Amma 114 surənin 113-ü Bismillahla başlasa da belə, Quranda 114 dəfə Bismillahirrahmanirrahim var. Bir surədə 2 dəfə gəlib. O da Nəml surəsi, Süleymanın Bilqeysə yazdığı məktub. Bismillahirrahmanirrahim, innəhu min Süleyman, bağışlayan və mehriban Allahın adıyla bu məktub Süleymandandır, Bilqeysə göndərilir. Bilqeys Səba qövmündə idi, qövmü günəşpərəst, Allaha şərik qoşanlar. Deyir, məktubu oxuyanda dedi ki, yox, bu padişahdırsa da mən bildiyim padişahlardan deyir. Dedilər, niyə? Dedi, çünki onlar bir şeyi deməzdən qabaq, əvvəl viran eləyərlər, uçurdarlar, dağırdarlar, sonra sözlərini deyərlər. Bu birinci söz deyir. Deməli, bunun məqsədi başqadır. Elə bir görək nə olacaq. Başladı araşdırmağa falan bəsməkən. Biz İslam dini, İslamdan öncəki səmavi dinlərin hamısında bu rəhmət və mehribanlığı görürük. Allahın peyğəmbərləri də bu cür olub. Lut qövmünün əhvalatı var Quranda. Allah 2 dənə mələyi göndərir müjdəçi kimi. 2 mələk İbrahimin qonağı olur. Quranda belə keçir. 2 mələk insan cildində İbrahimin qonağıdır. İbrahim əleyhissalam bunları qəbul eləyir, süfrə açır. Deyir, qonaqların süfrəyə əl uzatmadığını görən İbrahim narahat olur. Adət buydu ki, tanımadığın qonaq süfrəyə dəvət eləsən, süfrəyə əl uzatmayıbsa, onun şərrindən amanda dörsən. Yəni, o sənə pislik eləyə bilər. Amma o ki, çörəqibə əl uzatdı, duzundan yedi, ev yesi rahat olur. Qədimdə bu adət-ənənələr olub, elə indiki dövrümüzə qədər dəyişib də indi dəyişib. Yaxın vaxtda dəyişdi. Qabaq bir quldur gedib, bir imkanlının malikanəsini yarıb. Gecə ilə girib, atla, dəvələrlə doldurub, ləli, cəvahirət, hər şey hazırdır. Çıxa görüb uzaqdan bir şey parıldayır. Rəfdə bir şey parıldayır. Gedib yaxınına gəlib, baxıb, barmağını batırıb ağzına, əlin vurub ora, belə tamsılanıb görüb duzdur. Deyib, qoyun yerə çıxdıq. Niyə? Deyib, biz bu kişinin duzundan yedik. Ev yesi gəlir, girir, içəri baxır, görür ki, quldur gəlib, yığıb, amma aparmayıb. Niyə aparmayıb? Heç kəs də gəlməyib. Tapır, soruşturur və qəziyyəni danışır ona. Deyir, duzdan barmağımı vurdum, tamsınlandım. Bu evdə duzuma, sənin duzuna yediyimə görə mən sənə xəyanət eləmərəm. Amma indi görək o vəziyyətdir. Yox. Doğma qardaş qardaşa xəyanət eləyir.
mal üstündə, mülk üstündə, torpaq üstündə, ev üstündə, maşın üstündə. Maddi maraqlar hər şeyi ayaq altına alıb. Heç indi andların etibarı yoxdur. Əksinə and içənə yalancı kimi baxırsan. Başladı and içmək deyirsən, sən öləsən, bu məni aldatacaq. Amma heç onu tanımır, eləmir, öz mənliyində. Bax, o adət, ənənələr gör hansı əsrdə yanır. İbrahimin qonağı süfrəyə elə aparmır, İbrahim narahatdır. Əgər yesəydi, vəziyyət səmimiləşəcəkdi. İbrahim soruşur, deyir, nə məsələdir, niyə süfrəyə elə aparmırsınız? Deyirlər, biz Allahın elçisiyik, biz mələcik. Gəlmişik, yer üzündə 2 dənə xəbərsin. Biri müjdədir, biri bəd xəbərdir. Müjdə budur ki, Allah sənə bu yaşında, yaşlıydı, özü də yaşlıydı, xanımı da. Dedi, Allah sənə bir oğul verəcək, adı İshak, Yəqubun atası, Yusufun babası. Allah sənə bir oğul verəcək, adı İshakdır və onun nəslindən bir çox peyğəmbərlər dünyaya gələcək. Sevindi İbrahim, xanımı sevindi, təəccüb elədi, dedi, bu Allahın möcüzəsidir. Dedi, bəs bəd xəbər nədir? Dedi, bir qövm var, Lut əleyhissalam, peyğəmbərdir orada. O qövm həddi aşıb. Gəlmişik, Luta xəbər eləyək ki, şəhəri tərk eləsin. Allah onlara şiddətli bir əzab verəcək. Deyir, İbrahim başladı, deyir, öz abrın, sərmayəsin yalvarmağa. Dedi, onlar bu iş baş verməsin, onlar Allah olarsında keçsin. İbrahim başladı yalvarmağa. Ayə bax belədir. Deyir, ya İbrahim, o mələklər dedi, ey İbrahim, ə'riz ənhaza, bu sözləri də danışma. Keç, bu mövzudan keç. İnnəhu qəd cəə əmru rabbikə. Çünki Allahın mütləq əmri gəlib. Yəni, üzgörümlük eləyirsən, onların bağışlanması üçün abruğu ortaya atırsan, başa düşürük. Çünki sən rəhmət təcəssümüsən. Rəhməti təmsil eləyən şəxsən yer üzündə. İnnəhu qəd cəə əmru rabbik. Rəbbün əmri artıq yetişib. Və atihim əzabun qeyru mərdud. Geri çevrilməyən bir əzab onlar üçün hazırlanıb. Yəni, onu heç kəs geri çevirməz. İbrahim də xahiş eləsə geri çevrilməyəcək. Günahı var idi, günahları da nə boyda idi, bilirsiniz də. Lut qövmi azğınlıqda, ləvatda həddi aşmışdılar. Hətta ayə deyir, İbrahim, Lutun yanına gələndə o 2 mələk oğlan cildində gəlmişdilər. Bunlar yığışdılar Lutun qapısında ki, onları ver bizə. Bunlara, oğlanlara qarşı şəhvət xəstəliyi var idi bunlarda. Ləvat əhli idilər. Lutun qapısına hücum elədilər ki, onları ver bizə. Ona görədir ki, onlara bir əzab yazılıb ki, o əzabı heç kəs geri qaytarmayacaq. Məsələ budur. Allahın peyğəmbəridir İbrahim. O millət ki, o ümmət ki, əzaba düçar olacaq. Onlar üçün yalvarır. Əgər din intiqam almaq, insan öldürmək həvəsində olsaydı, dinin nümayəndəsidir, dinin təbliğçisidir, rəsuludur, elçisidir, nəbisidir. Elə deyər, yaxşıdır, elə mənim oğlu xəbərimi verdiniz, gedin onları gecikmişsiniz elə. Onları yerə çoxdan məhv eləyədiniz. Yalvarır ki, bu iş baş tutmasın. Və ma ərsəlnəkə illə rəhmətən lil aləmin. Allah bizim əziz peyğəmbərimizsin. Buyurur ki, biz səni aləmlərə rəhmət göndərmişik. Din rəhmətdir. 360-dan çox Allah rəhmət sözünü Quranda işlədir. Fəbimə rəhmətin minəllah lintələhum və ləv kuntə fəzzən qəlizəl qəlb ləm fəzzu min havlik. Peyğəmbər rəhmətin səbəb oldu, insanlar ətrafıva yığışdı. Allah rəhimlidir, Peyğəmbəri rəhimlidir, imamları rəhimlidir, dini rəhimlidir, Qur'anı kitabı rəhimlidir. Biz bu dinin harasında biz qəzəb görürük, harasında biz intiqam həvəsi görürük, harasında biz vəhşilik görürük. Heç bir yerində. O hədd, hüdudlar ki var, onları önə çəkirlər, İslam əli kəsir, İslam qoyun kəsir, İslam baş kəsir, İslam daşqalaq edir. Onların hamısının da qəşəng cavabı var. Fürsət yoxdur, mən məqsədim də deyirdi, o mövzulara burada keçid eləyəm. Hamısının cavabı var. Qisası əgər deyirsən, İslamda qisas var, bəli. Quran deyir ki, və ləkum fil qisası həyatun ya ulil əlbab. Ey ağıl sahibləri, qisasda siz üçün həyat var.
Qisasda həyat var. Niyə deyir həyat var? İnsan öldürməyə bu qədər həvəslidir deyin. Deyir ki, yox, insan ölümünün qarşısını alır bu. Və eyni zamanda ki, qisasda sizin həyat var deyir, ayənin bir sonuna bax nə deyir? Deyir, bağışlasaz daha yaxşıdır. Qisas deməli nə vacibdir, nə müstəhəb. Bunu belə bilin. Qisas ayəsi var Quranda, amma nə vacibdir, nə müstəhəb. Bəlkə tərk olunması yaxşıdır. Amma eyni halda içində bir dənə həyat var. Yəni, insan ölümünü sonlandırır. Yəni, necə başa düşür? Bir nəfər qətli yetirib, din desin ki, buraxın geçsin, eybi yox. Hara gedəcək? O canı sabah 5 nəfər də öldürəcək, 10 nəfər də öldürəcək. Din bir nəfərin ölməsi ilə bir nəfərin öldürülməsinə zəmin icazə verirsə, şərait yaradırsa, mənası budur ki, digər insanlığı xilas eləyir. Daha heç kəs qələt eləsin, bu işi görməsin. Din oğrunun əlin kesirsə, istəyir digər insanlar oğurluqdan çəkinsin. Amma oğruya təşviq eləyəndə, oğruya dəstək olanda, oğruya himayədarlıq eləyəndə oğurluq artacaqdır. Zinaya himayədarlıq eləyəndə zina artacaqdır. İstənilən günahı, ona bir nəfər himayədarlıq eləsin, desin, əcəb eləyib, yaxşı eləyib. Müdafiə eləsə kimsə o cinayətkarı, o cinayətkarın sayı artacaq. Peyğəmbər müharibədən öncə deyir ki, müharibə eləyirdisə, müharibədən öncə Peyğəmbər xütbə eləyirdi. Xütbəsinə baxın. Buyururdu, la təğullu, xəyanət eləməyin. Nə özünüzə müsəlmanlara xəyanət eləyin, nə qarşı tərəfə xəyanət eləyin. Mərdliklə vuruşun. Hiləyə əl atmayın. Və la tuməssilu. Tuməssilu siz nədir? Yəni doğramayın, paralamayın. Vurdun, öldü, keç qırağa. Ay gedəsən, ondan heyfi çıxasan, qulağın kəsəsən, əlin kəsəsən. Yəni buna tüməsil deyirlər. Deyir ki, bu İslamda haramdır. Əlin, ayağın kəsmək. Öləndən sonra onun bədən əzalarına xəsarət yetirmək. Hətta ona öləndən sonra artıq bir bıçaq, xəncər zərbəsi vurmaq belə İslamda haramdır. Yəni mərdlikdən kənar bir şeydir. Bunu din deyir. Və la təqdiru. Hətta deyir, bu işi heyvana belə görməyin. İndi birdən bir heyvandır, itdir, hücum elədi sənə, vurdun, öldü. İndi durasan, başlayasan bunun qulağını kəsəsən, dilin kəsəsən, quyruğun kəsəsən, olmaz. Nəinki insan, heyvana buna din rəva bilmir. Və la təqdiru, hiləgər olmayın. Sözündən dönən olmayın. Döyüşdür. Birdən silahın qoyduğu yerə dedi ki, mən təslim oluram. Sən də götürdün onu. Elə əlvə alan kimi vurasan onu. Peyğəmbər deyir ki, bu haramdır. Əgər təslim olubsa ona vurmaq, onu öldürmək haramdır. Peyğəmbərin zamanında Bəni Cüzeymə qəbiləsi var idi. Peyğəmbər bir nəfəri göndərdi. İki nəfəri göndərdi. Onlardan biri Xalid ibn Vəliddir. Eşitmişsiniz adım. Xalid ibn Vəlid getdi, Peyğəmbər göndərib bunu. Gəldi, çatdı, gördü ki, bu qəbilə çıxıb silahlı şəkildə. Əllərində qılınc, ox, nizə. Xalid ibn Vəlidi və müsəlmanların ondan gələn bir ordunu, qoşunu görəcəyin. Bunlar dedi ki, biz qoyuruq yerə. Biz silahlarımızı qoyuruq yerə. Biz tərki silah oluruq və biz istəmirik aramızda qan düşsün, vuruşaq. Bunlar silahı qoyan kimi Xalid dedi ki, kişilərinin hamısını tutun, əllərini arxadan bağlayın. Bunlar təslim olub da, buna ehtiyac yox idi. Dedi, qadınlarını da götürün, əsir. Və başladı orada bir neçə nəfər də öldürdü. Əli arxadan bağlı vəziyyətdə Xalid onları öldürdü. Peyğəmbərə deyir, xəbəri çatdı. Peyğəmbərə xəbər çatan kimi Əli əleyhissalama deyir, pul verdi. Pul verdi. Dedi, get ora. Xalid kimi öldürüb, onun qanının pulunu ver və hətta onların heyvana verdiyi su qablarını belə sındırmış olsa, onun da pulunu ödə gəl. Deyir, sonra əllərini açdı göyə, 3 dəfə dedi, Allahümmə inni əbrəu bima sənəə Xalid. Xalidin elədiyi işdən mən qətiyyən razı deyirəm. Narahatçılığını bildirdi. Müsəlmanlara da Peyğəmbər narahatçılığını bildirdi, Allaha da narahatçılığını bildirdi.
və pul verdi əleyhissalam orada ölənlərin vəlisinə, yaxınına, atasına, qardaşına, əmisinə qanının pulun verdi. Onların malına dəyən ziyanın, xəsarətin ödədi. Ondan sonra əleyhissalam gəldi. Bax, din budur. Dində harda öz başınalığı var? Dində harda deyib ki, sən Allahu Əkbər də get, kimin başını istəyirsən kes. Harda var bu? Bax, bugün dini bəzi cəhətdən məqsədli şəkildə kimlərinsə himayədarlığı ilə, havadarlığı ilə dindar qiyafəsinə giydirib, dini bugün İslama, müsəlmanlara terrorist kimi təqdim elədilər. Amma din budur. Dinin başçısı Peyğəmbərdirsə, Peyğəmbər ilə deyər, nəcəb eləyir. Peyğəmbər narahat oldu və əleyhissalamı göndərdi və bu işi sülhlə, əmin-amanlıqla bərpa elədi. Məkkəni fəth eləyəndə Peyğəmbərə baxın. Məkkə ömür boyu müsəlmanları zülm eləyib, əziyyət verib, Məkkəni fəth eləyir. Müsəlman ordusu Məkkəyə daxil olanda Məkkə əhli başladı hay-həşir düşməyə, qaçmağa. Yəni, döyüşmək iqtidarında dördü, heç döyüşə də bilməyəcəkdilər. Bir nəfər vəziyyəti belə gördü ki, bunlar qaçırlar, bunlar müsəlmanların sayının çoxluğunu görüblər, təşvişə düşüblər, başladı qışqırmağa. Dedi, bax, bugün qisas günüdür. 8-ci il idi də hicrətin. 8 ildir köçüblər Mədinəyə və 8 ildən qabaq 13 il Məkkədə qalıblar Peyğəmbər. Bu 13 ildə müsəlmanlara nələr eləməmişdilər? Nələr eləməmişdilər? Bunları ac saxlamışdılar, döymüşdülər, öldürmüşdülər. İndi öz düşüncəsi ilə başladı şüvar səsləndirməyə. Dedi, bax, bugün qisas günüdür. Gəlmişik, o 13 ilin heyfini alaq. Peyğəmbərə dedilər ki, bir nəfər qabaqda belə söz deyir. Peyğəmbər dedi, olmaz. Din ona desin ki, bugün rəhmət günüdür. Bu şəhərə gəlmişik, biz bu şəhərin hörmətini saxlayacağıq. Bugün heç kəs öldürülməyəcək. Əntumut tuləqa. Siz azad edilmişsiniz. Hamınızı azad edirəm. Əbu Sufyana qədər. Hətta dedi, kim istəyir bir siyasi taktika edib Peyğəmbər işlətdi. Dedi, kim amanda qalmaq istəyir, Əbu Sufyanın evinə girsin. O orada ölməyəcək. Silahı qoysun, yerə girsin Əbu Sufyanın evinə. Əbu Sufyanın evinə əmin-amanlıq qərar verdi Peyğəmbər. Bax, din budur. Və la təqtəu şəcərəm. Bu insanlardan danışıram. Peyğəmbər döyüşə gedəndə dedi, ağacı belə kəsməyin. Və la təqtəu şəcərəm. İlla ən yəsturrə iləyha. Bir yer istisna edirəm ki, döyüşmək üçün sizə maniyyəçilik törədir. Görə bilmirsən düşməni. Onu da zəruri miqdarda, məsələn, bir budağın kəssən, görə bilirsənsə, bir budağın kəs. Daha hamısını kəsə bilməzsən. Belə bir dinə, terror kimi, belə bir dinə, mərhəmətdən uzaq, zorakılıq bir din kimi qiymətləndirmək doğrudan da insafsızlıqdır. Allah'a and verirəm Peyğəmbər əhl-i beytinə, Allah dünya və axirət bizi onların elmindən, məarifindən ayrı salmasın inşallah. Bismillahirrahmanirrahim və lə-əsr innəl insana ləfī xusr illəl-ləzīnə āmenū və amilussālihāt və təvāsav bil-haqqi və təvāsav bis-sabr. Sadaqallahul aliyyul azim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Esselatu vesselamu ala Resulillahil amin. Seyyidina və Mevlana və təbibi qulubina və şəfi'i zunubina Əbil Qasimil Mustafa Muhammed sallallahu aleyhi və aleyhi və səlləm və ala aliyyin əmiril müminin aleyhissalam və ala Fatimətəz Zəhra seyyidətin nisa'l aləmin salamullah aleyha və aləl Həsən vəl Hüseyin və ala Ali ibn Hüseyin və Muhammed ibn Aliyyin və Cəfər ibn Muhammed və Musa ibn Cəfərin və Ali ibn Musa və Muhammed ibn Aliyyin və Ali ibn Muhammed والحسن ابن علي والحجة المنتظر المهدي اللهم صل على محمد اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات أوصيكم ونفسي بتقوى الله. Sizi və özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm inşallah. Möminlərin bildiyi kimi kəramət
günləri sayılır bu günlər. Ona görə kəramət günləri sayılır ki, Zilqədə ayının biri Həzrəti Məsumə salamullahi aleyhanın viladətidir, mövlududur. Ayın 29-30-unda qeyd olundu. Mən o münasibətlə sizləri təbrik edirəm. Allah xanım Məsumənin ziyarətin bizlərə qiyamətdə şəfaətin nəsib etsin inşallah. Və Zilqədə ayının 11-i də İmam Rıza əleyhissalamın, İmam xanım Məsumənin qardaşı, ata-ana bir qardaşı İmam Rıza əleyhissalamın mövlud günüdür. Bu iki şəxsiyyətin doğum günü arasında olan 10 günlüyə kəramət günləri deyilir. Çünki hər ikisinin ləqəblərində Kərim və Kərimə sözü keçib. Həzrəti Məsumə Kərimə Əhl-i Beytdir, yəni Əhl-i Beytin kəriməsi. Həzrəti İmam Rıza əleyhissalamın da müqəddəs ləqəblərindən Kərimi Ali Muhammed sallallahu aleyhi və aleyhi və səlləm qeyd olunur. Həzrəti Məsumə o şəxsiyyətdir ki, bütün İmam Sadiq əleyhissalamdan üzü bəri imamların hamısı onun barəsində söz deyib. Məqamca, əzəmətcə, elmcə, həya, təqva, iffət, bu mövzuda Həzrəti Fatimə-i Məsumə dövrünün sayılan, seçilən qadınlarından olub və əzəməti üçün bu bəsdir ki, İmam Sadiq əleyhissalam, hələ Həzrəti Məsumə dünyaya gəlməmiş, oğlu İmam Musa ibn Cəfərin, Musa-i Kazım əleyhissalamın yanında bu sözü deyir ki, Allah sənə bir qız evladı verəcək ki, qiyamətdə təkcə onun şəfaəti bütün şiələrimizə bəs eləyəcək. Tədxulu bi şəfaətiha şiətil cənnətə bi əcməihim. Onun şəfaəti ilə bütün şiələr, hətta imam orada buyurur ki, təkcə o şəfaət eləsə, biz etməsək belə bəs edər ki, şiələrimizin cənnətə getməsinə vəsilə olsun. Ona görə ziyarətnaməsində deyir ki, ya Fatimətu, işfəili fil cənnə. Bizə cənnətdə şəfaətçi ol. Xanımın bacılarından Azərbaycanda məzarı var, Allah qismət eləsin, elə vaxtaşırı, heç olmasa həftədə bir dəfə ziyarətinə gedin, istifadə eləyin və o xanımların da həyatlarında kifayət qədər onlardan möcüzələr, kəramətlər görsənib və hətta məzarlarını ziyarət eləyənlər də kifayət qədər möcüzələr onlardan müşahidə eləyib. Şərafət, kəramət cisimlə bağlıdır, ruhla bağlıdır. Ona görə dünyadan getmiş bir övliyanın məzarı belə insan üçün Allaha yaxınlaşmağa vasitə ola bilir. Bütün o fəzilətlər cismin deyil, ruhundur. Ruh ölmür, ruh qalıcıdır, ruh əbədidir. Və o ziyarətnamədə orada dualar var. Dua eləyir Allaha, deyir ki, ilahi, burada yatanın əzəməti xatirinə mənim bu istəyimi ver. O xanım Məsumənin ziyarətində bir cümlə var, o cümlə haqqında inşallah istəyirəm deyəm, qısa deyəcəm, bacardığım qədər. Allahümmə inni əsəlükə ən təxtiməli bis-səadə. Allah, səndən istəyirəm, sonumuzu səadət deyilə. Sonumuzu, yəni axırımızı, yəni dünyadan köçəcəyimiz anı səadət deyilə. Xoşbəxt halda dünyadan köçək. Yəni insan xoşbəxt halda dünyadan necə köçə bilər? İmanla, ixlasla, salih əməllə. Yəni bir xanım ziyarət edirsən, gör səndən nə qazandıra bilir. Yəni təbii ki, qazandıra bilir. İndi qazanmaq sənin özündən asılıdır. Bu qazandıra bilir, bu fürsəti yaradır sənin üçün ki, ömrünün sonunun səadətini zamin deyansın, səadətini belə deyək, imzalasın sənin üçün. Kəm min səidin xutimə ləhu biş-şəqavə. Əli əleyhissalam İmam Həsənə deyir, oğul, görsən biri yaxşıdır, imanı var, namazı var, tez qəzavət eləmə ki, bu elə yaxşı da köçəcək dünyadan. Çünki nə çox xoşbəxt var idi ki, bədbəxt öldü. Bədbəxt getdi bu dünyadan, heç nəsiz getdi bu dünyadan. Və görsən bir bədbəxti də qəzavət eləmə ki, bu elə belə olacaq. Və kəm min şəqiyyin xutimə ləhu bis-səadə.
Nə çox bədbəxt var idi ki, sonu gözəl oldu. O atalar misaldadır, kiminin əvvəli, kiminin axırı. O qədər olub ki, əvvəli izzətli olub, sonu zillətli olub. Həm maddi məsələlərdə, həm mənəvi məsələlərdə. İslamda, dində nə qədər nümunələri var, xoşbəxt olub, imansız dünyadan köçən. Təlhəsi, Zübeyri, o birisi, bu birisi, nə qədər istəsən sayarsın. İbn-i Mülcəmi. Bugün İslam aləmi bunlara lənət deyir, amma vaxtında bunlara rəhmət deyirdilər. Deməli, insanın dünyadan köçəcəyi an önəmlidir. Ona görə dualarında insan buna yer ayırsın. Allah sonumuzu, aqibətimizi xeyirli elə. Bugün məsciddəyik, namazdayıq, duadayıq, sənin qapındayıq. Amma elə bu davamlı olsun. Bunu itirmək böyük peşmançılıqdır. Və la təslub minni. Duanın ardında bunu deyir. Buyurur, və la təslub minni ma ənəfi. Bu həyatda bəzi şeyləri mənə lütf eləmisən, Allah, mənə bəxş eləmisən, onları məndən alma. Onları mənə çox görmə. Bu iki cümlə bu Həzrətin ziyarətnaməsinin əsas hissəsidir və bu ziyarətnamə ki, Fatimə Məsumənindir. Bibeybət məscidində Həkimə xanımın ziyarətnaməsində də bu ziyarətnamədir. Eyni ilə ya Fatimə deyə o xanıma da müraciət olunur. Allah'ın verirəm izzətinə, cəlalına. Allah bizi dünya və axirət Peyğəmbər əhl-i beytinin elmindən, məarifindən, məhəbbətindən, ziyarətindən və axirətdə şəfaətindən ayrı salmasın inşallah. Allah bizdən və bizdən sonra gələcək nəsillərimizdən Əli və övladı Əliyə düşman qərar verməsin. Hacəti olanların, istəgi olanların hacət və istəklərin rəva eləsin. Xəstələrimizə, xüsusən yadımızda olan kəslərə şifayı acil mərhəmət eləsin. Allah'ın verirəm böyüklüyü xatirinə izzət, başucalıq Allah'ın qapısındadır. Ölən günə qədər izzətimizi əlimizdən almasın. Allah'ın verirəm böyüklüyü xatirinə bir göz yumub açmaq miqdarında belə olsa bizi Allah'tan qəflət edənlərdən qərar verməsin. Qəriblikdə, qürbətdə olanlarımızı, hərbi xidmətdə, əskərlikdə olan əskər və zabitlərimizi, ruzi dalayıca, təhsil dalayıca, ölkə xaricində olanlarımızı sağ-salamət ailələrinə qovuştursun. Allah bizi İslamına, dininə xidmət eləyənlərin yaxşılarından qərar versin. Allah'ın verirəm böyüklüyü xatirinə yaddan çıxan duaları barəmizdə müstəcab eləsin. Övladı olmayan bacı qardaşlarımıza salih övladlar nəsib eləsin. İslam düşmənlərin, əhl-i beyt düşmənlərin, əxlaqımızın, əqidəmizin, mənəviyyatımızın düşmənlərin dünyanın hər bir yerində zəlil, xar və nabud eləsin. İmam-ı zamanımızın vücudun bibəla eləsin. Ağamızın duaların halımıza şamil eləsin. Həzrətin gəlişində, zühurunda günü-gündən təcil qərar versin. Bismillahirrahmanirrahim. İzə cəə nəsrullahi vəl-fəth وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا فَصَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا وَالسَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ